20 iyun 2025-ci ildir və həftənin cümə günündə dəyərli izləyicilər Tehranda Xameneyinin bunkerinə növbəti dəfə zərbə endirilib. Bilirsiniz ki, ilk zərbə endirilməsi tarixi 18 iyun idi və dünən yenə bu xəbər yayılıb. Müxalif İranlı Telegram kanalının yaydığı məlumata görə Tehranın Lavizan məhəlləsində yerləşdiyi iddia olunan və Ayətullah Xameneyinin sığınacağı kimi tanınan yeraltı bunker hədəfə alınıb. Musavat.com xəbər verir ki, hücumun görüntüləri sosial şəbəkələrdə yayılıb. Videoda güclü partlayışın ərazini necə sarsıtdığı da aydın şəkildə görünür. O baxımdan da indi o bunkerdə həmin anda Xameneyi və onun ailə üzvlərinin olub-olmadığı ilə bağlı isə konkret məlumat yoxdur. İsrail eyni zamanda İranın ayrı-ayrı şəhərlərini vurmaqda davam edir. İrana isə nüvə zərbəsi hazırlığı başlayıb. Bu barədə Amerikadan sarsıdıcı bir açıqlama var və Washington Fordo nüvə obyektinə qarşı taktiki nüvə silahı istifadəsini istisna etmir. Amerika administrasiyası İranın Fordo şəhərində yerləşən yeraltı uran zənginləşdirmə obyektinə qarşı mümkün zərbələr zamanı taktiki nüvə silahından istifadə edilməsini gündəmdən çıxarmayıb. Bu barədə Fox News telekanalının jurnalisti Jackie Heinrich cuma axşamı özünün X hesabında məlumat verib. Eyni zamanda İranın daha bir nazirinə qarşı sui-qəsd cəhdi reallaşıb. İranın Xarici İşlər Nazirinin rəhbərini öldürmək istəyiblər dəyərli izləyicilər. İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçıya qarşı İsrailin sui-qəsd cəhdinin qarşısını alıblar. Bu barədə nazir müşaviri Məhəmməd Hüseyin Rəncbəran RIA Novostiyə məlumat verib. O vurğulayıb ki, Əraqçının Cenevrəyə səfər ərəfəsində İsrailin nazirə sui-qəsd cəhdi etməməsi üçün Britaniya, Fransa və Almaniya ilə danışıqlara çağırışlar edilib. Rəncbəran əlavə edib ki, naməlum İran əskərlərinin təhlükəsizlik tədbirləri olmasaydı böyük İsrail sui-qəsdi həyata keçirilə bilərdi dəyərli izləyicilər.